Aprel 9-cu sinif buraxılış imtahanına düşən mətn suallarının izahı ilə qarşınızdayıq. Qrammatika suallarının izahına kanalına baxa bilərsiniz. 8-ci sualda uşaqlar cavabımız A variantındadır. Deyir ki, Aral dənizi, Aral dənizi receives water from two main water source. 2 dənə əsas su mənbəyi vardır. Yəni 2 əsas su mənbəyindən su alır. Mətndə var bu hissə. 9-cu sualda isə what was the purpose of changing direction of rivers running the Aral Sea? Deyir, Aral dənizinin axan çayların istiqamətini dəyişməkdə məqsəd nə idi? E variantı to water cotton fields, deməli pambıq ərazilərini sulamaq üçün. What is the passage mainly about? Mətn nə haqqdaydı? Təbii ki, mətn dənizin yox olması, təhlükə ilə üzləşib yox olması ilə haqqındaydı. The sea in danger of disappearing, təhlükədə olan dənizin yox olması. 11-də isə bizdən səhv məlumatı seçməyimizi istəyir. Cavab C variantıdır. Today the Aral Sea is one of the world's largest lake. Bugün Aral dənizi dünyanın ən böyük göllərindən biridir. 12-ci suala baxaq. Bizdən 12-ci sualda deməli mətnə əsasən doğru olan fikirləri seçməyimizi istəyir. Birincidə as the Aral Sea dries, it becomes a danger for the environment. Aral dənizi quruduqca mühit üçün təhlükəyə çevrilir. Digərində isə deyir ki, three parts were formed on the Aral Sea. 3 part var Aral dənizində. Amma təbii ki, bu yanlışdır. Çünki mətndə belə bir yağışın yağmağı nəticəsində 3 partın əmələ gəldiyi deyilməmişdi. 3 doğrudur. Today only a little part of Aral Sea exists. Deyir, bu günümüzdə Aral dənizinin çox az hissəsi qalıb. Yəni o yox etmək təhlükəsi ilə üzləşib. Yəni bu gün Aral dənizinin yalnız kiçik bir hissəsi mövcuddur. Mənası bu qədərdir. Mətn suallarının da izahı bu qədər. Mətnin mənasını mən ictimaidə paylaşacağam. Həm ingiliscə, həm də Azərbaycanca gedib baxa bilərsiniz. Qrammatika suallarının izahı da kanalımdadır. Listeningi əldə edəcək, listeningi də çəkəcəm uşaqlar. Sağ olun, salamat qalın. Növbət dərslərimizdə görüşənədək.